dəri diş həkimlə işimizi bitirdik və gəldik Bay Ruslana. Mənim en sevdiyim pizzalar burada olur. Ona görə buradan yiyəcəyik. Sifarişimiz yenidən bilirəm ki, Bay Ruslan spesial olacaq. Və pizzamız da gəldi. Mənim en sevdiyim Bay Ruslan pizza. Tadına baxacağıq. Qıraqlar da pendirli həmişə kimi. Şimdi gelmişik Qız Qalasına. Qız Qalasının içine girəcəyik. Ödənişimizi eləyək. Qiymətlərə baxdığımız qədər yerli vətəndaşlar 4 manat, xarici vətəndaşlar 15 manat ödəyib qalxacaq. İndi də mərtəbələri çıxmağa çalışırıq. Adam çoxdur. Sandri, Vigit. Adam çok olduğuna göre biraz çətinlik yaranır. Deməli, bugünləri gedirik Qobustana. Amma hələ ki avtobus gözləyirik. Avtobusları biraz gecikdirlər. Ona görə gəlib birinə çatanmadı. İndi yenə o birini gözləyirik. Bu da özü üçün daşlarla oynayır. Birazdan avtobus gələcək. Axır ki gəlib Qobustana çıxa bildik. Gəlib buralara çıxa bildik. İndi müzeyə bilet almışıq. Yerli vətəndaşlar üçün mən ödədim 4 manat. O da təbii ki 10 manat ayrı vətəndaş olduğu üçün. Əgər əlinizdə şans varsa, bir dəfə də olsa bura gəlməyinizi həqiqətən məsləhət görərəm. Belə tarixi abidələrə marağınız varsa təbii ki. Yoxsa ayrı. Ama varsa gelip görmək olar. Axır ki qayalıqlara gəldi, çıxdıq. Çox qəşəng, çox əla. Ayrı bir dünyadır. Bura bir dəfə gəlib mütləq baxmaq lazımdır dostlar. Olur. Gaz çıxardan. Burada o yuxarıdakı Allah bilir neçə min dərinliyi var. Amma girirsən batmırsan. Çünki qaz qoymur. Və son olaraq gələndə Gülçəyə girdik və belə bir gün altınlamaq üçün bugün bayramdır. Bu günləri gəlmişik bina açılıq mərkəzinə. Birazdan atları da görməyə gedəcək yavaş-yavaş. Bugünkü günümüz də belə keçəcək. Eine sieht wie Kebab. Eine Sache erklären. Was? Tuvaletler biraz belə vəziyyətdədir. Həqiqətən deyə bilərəm ki, burada mənə görə heç azlığı var. Çünki vaxt tapmırlar, təmizləyə bilmirlər.
Adam çox, işçi az. Burada su getmir. Yəni, belə bir vəziyyət. Su getməyəndə bağlayıblar, onda qaldıran yoxdur. Nəysə, bizdə belə şeylər olanda daim Madronsda yazmadıqları yorumlar qalmır, şikayətlər qalmır. Bu da buranın vəziyyəti. Biz də ata binəcəyik, onu gözləyirik. Başımıza belə elə bir ki, əməliyyata girəcəyimiz kimi şey keçirdiklər. Birazdan başlayacaq bizə getməyə. Deməli, biz biletləri belə göstərim. 10 dəqiqəsi qumluq sahədə 10 manat. Mindik gedirik. Deməli, 2 dənə tort, biri ballı, biri Raffaello, biri 14.90, biri də 13 manat. Bu da bizim balığımız. Mamam balıq alıb. Mənə neçə kilodur? O 2 kilo. Bu 2 kilodur. Nə qədər verdin? Nə qədər Bu ödədin? xanıdır. Xanıdır. Xanının kilosu 7 manat idi. 14 manat vermişəm. Bu 14 manat. İndi o birisini də göstərəcəm. Qolun kəsin. Özləri belə kəsiblər, veriblər. Heç nə eləməyib mamam. Təmizdir. Hər şey təmizlənib, doğranıb. Yudular da. Yuyulub, təmizlənib, doğranıb. Yıkıl qalmış. Bunu kəsməyiblər ki, farel çox həssasdır. Yumuşaqdır. Yumuşaqdır, deyiblər. Elastikdir. Ona görə Qoyarsınız buzxanaya, biri. Ondan sonra kəsərsiniz. Gəzirərsiniz. amma steak formasıdır. Hə, doğramırlar. İçin təmizləyiblər də, hə? Farelerin İçini, içi təmiz içini. gəlir. Bəli. Hər şey tərtəmiz gəlir. Bu neçə kilodur mama? Bu da 2 kiloya az da. Yəni 1 kilo 900 Bunun hardasa. neçədir kilosu? Bunun kilosu 13 manata qalxıb. Əvvəl 12 manat idi. İndi 13 manata satırlar. Bu da 1 kilo 900. Hardasa 2 kiloda. 26 manatda bu. Eləmi? Belə. Bu qədər. Baxın dostlar, bunu rökbatanda eləyiblər. Nə qədər də şirindir. Bunlar üçün balaca düzəldiblər. Çox gözəl, çox əla. Bu da mən. Sayıq Mikhail. Və bu da mən zibillərlə gedirəm zibil atmağa. Bu da Azərbaycandakı halım. Gəl. Deməli zibilliyə gəldik. Azərbaycanda Almaniyada kimi ayırmaq söhbəti yoxdur. Ona görə də qarışıq. Hər şey qarışıq tullantıdır. Mən də qarışıq tullantı kimi atacağım. Burada kişilər özləri üçün yemək yeyirlər. Bu günləri restoranlardan gəlmişik, bayıldım restoranına. İçəri çox qəşəngdir, dizayn falan həqiqətən çox gözəl eləyiblər. Biz çöldə əyləşmədik, amma çöldən əyləşəndə də yaxşı mənzərəsi var. Sadəcə hava küləkdir, həm də maşın səsləri gəlməsin deyə biz içəridə əyləşdik. Meyillərini düzəldə bilərlər, çünki köhnəlib, dəyişməyə ehtiyac var. Belə içinə görürsünüz, tökülüb gedir. Bunu dəyişə bilərlər. Bir də kebab setini menyuda yazmırlar, onu əlavə olaraq belə dilləndilər. Elə o da menyu əlavə eləsək çox yaxşı olar. Belə çəkib sonra səsimi də qoya bilərəm. Şey deyil. Bu süzmə deyiləm. Hancika. Salat. Targovda heç nə tapmayandan sonra dəyişdik, gəldik Nərmanov filialına. Həqiqətən Targovda heç nə yox idi. Əvvəlcə zəng elədik ki, burada varsa bura gələk. Dedilər var və gəldik bura.
da mənim çayım. Mən çay insanıyam, mən belə şeylər içə bilmirəm. Yusuf, o da mahnıda var. Попить мани все. Bugün gelmişik şarma nömrə 1'ə. Siparişlərimizi verdik. Birazdan yeməklərimiz gələcək. Çöldə əyləşmişik. Falk Bulvarın tam arxasında. Bir dənə lahmacun dedik. Bir dənə şaurma sossuz mənim üçün və bir dənə də lavaşda. İçkilər də sonra gələcək. Nar suyu, bir də greyfurt. Yeməkdən sonra gəldik Chaplin kafeyə. Buranın dizaynı mənim çox xoşuma gəlir. Gəlmək istəyənlərə məsləhət görürəm. Dizaynları çox qəşəng olur. Mən San Sebastian şokoladlı dedim. O da krem raspberry. Və kofelərimizi gözləyirik. Və kofelərimiz gəldi. Was machst du? Heißt du? Ja. Das ist interessant, ne?